Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Canlı yayım zamanı Zaur 18 yaşında çəkilmiş köhnə fotosunu izləyicilərinə təqdim edib. O, həmin illəri xatırlayaraq zamanın necə sürətlə ötüb keçdiyini bildirib. 46 yaşlı Zaur gənclik şəklinə baxarkən kövrəlib. Bu anlar canlı yayımı izləyənlərin diqqətini cəlb edib. Həmin görüntüləri təqdim edirik. Pozitiv olalım. Haydi pozitiv olalım. Hadi mələyim. Deyə pozitiv olaq. 18 yaşlı Zaur və 46 yaşlı Zaur. Pozitiv olalım. Mənə baxım, nətər adam pozitiv olsun. Mənə baxırsan, deyirsən ki, buna bax. Burada 18, burada 46. 18, 46. 30, 26 il, hə? 26 il bundan qabaq. Onun dişi bir yandıma. Anam gildən uşaqlar, qəşəng bir video paylaşmışam. Sizdən ricam olacaqdır. O videonu xahiş edirəm. Hər kəs girsin, bəyənsin, paylaşsın. Çox xahiş edirəm sizdən artıq dərəcədə. Bunu sizdən, bax burada 4300 adam var. 4300 insan bir dənə ora bəyənsələr, sonuncu paylaşdığım videonu bəyənsələr bizə çox yaxşı olacaq. Həm Instagramda, həm də TikTok səhifəmizdə. Siz də gedin də gəzməyə. Nə idi? Biletlər nə idi? Salam Zaur bəy, necəsiniz? Dayan görüm. Tozdan sizə salamlar, Zaur bəy, necəsiniz? Mənə doktor Natiqə yönləndirə bilərsiniz. Doktor Natiq Leyla Medical Center'da oturur. Buyurun, gedə bilərsiniz, nə vaxt istəsəniz. Gürcüstandan salamlar, əleykümə salam, Bərdədən salam. Hardasınız? Anamgildə.